Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Ağcabədinin Pəri Oğullar Kənd Körpələr Evi uşaq bağçasında uşaqlara quru çörək və su verilir. Xəbər verilir ki, bu iddia ilə sözgedən bağçanın təmizlik işçisi Afiqə Şirinova çıxış edib. O iddia edir ki, 5 ildir bağça rəhbərliyi dəyişdikdən sonra orada qanunsuzluqlar hökm sürür. Şahidi olduğu qanunsuzluqlardan ən əsası isə uşaqların ərzaq normalarının kəsilməsidir. Uşaqlara gələn ərzaqları vermirlər. Uşağa nəyə görə alma çörək verilməlidir? Niyə quru çörək, su verilir? Oranın müdürü və onun yoldaşı niyə ərzağı dükana qoyub satır? Uşaq bağçasının müdürü Gülnara Axundova bildirib ki, səsləndirilən ittihamlar tamamilə əsassızdırlar. Məsələ ilə bağlı Qarabağ Regional Təhsil İdarəsindən qeyd edilib ki, təqdim edilən görüntü və səsləndirilən iddialarla bağlı müvafiq araşdırma aparılacaq. Nəticəsindən asılı olaraq qanunvericinin tələblərinə uyğun tədbir görüləcək.